Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə biber turşusunun hazırlanmasını paylaşıram. Qaynar suya salmadan, pörtmədən hazırlayacağıq. Bizə lazımdır 5 kiloqram biber. Təbii ki, çəkini azalda bilərsiniz. Biberlərin içərisi təmizlənir. Hər biberin içərisinə duz səpirəm. Mən qaya duzundan istifadə edirəm. Turşuluq duzdur. Təqribən yarım çay qaşığı duz səpirəm. Və içərisində çalxalayıram ki, biberin hər tərəfi duzlansın. Biberi axşamdan duzlayıb saxlaya bilərsiniz və yaxud da 5-6 saat saxlayıb sonra içini doldura bilərsiniz. Biberləri duzlayıb üstünü örtürəm. Tam suyu çıxana kimi saxlayıram. 1 kiloqram ağ kələmi nazik xırda doğrayıram. Üzərinə duz səpirəm. Əlimlə ovxalayıb əzmirəm. Yəni qətiyyən buna ehtiyac yoxdur. Çünki kələm onda çox əzilir, xırçıltısını itirir. Və 3-4 saat sonra gördüyünüz kimi artıq suyu çıxır. Biberlərin də içərisi su ilə dolur. Həmin o suları boşaldırıq. Biberlər bir kənara yığılır. Həmin su bizə lazım deyil. Yarım kiloqram kök. Mən qırmızı və sarı kökdən istifadə edirəm. Sürtkəcdən keçirilir. 300 qram sarımsaq xırda doğranır və yaxud rondodan keçirdə bilərsiniz. 4-5 ədəd şirin biber, 2-3 ədəd acı biber. Bunları da əzə bilərsiniz və yaxud da xırda doğranır. Kərəvüz və cəfərdən istifadə edirəm. Tərəvəzlər qarışdırılır. Mən sadəcə olaraq duzdan və cirədən istifadə edirəm. Biberlərin içərisi doldurulur. Möhkəm doldurmaq lazımdır. Çünki duz və sirkədə tərəvəzlər onsuz da azalacaq içərisində. Əlimizlə möhkəm basa-basa doldururuq. Sirkəli suyu hazırlayıram. Mən qırmızı üzüm sirkəsindən istifadə edirəm. 1 litr qırmızı üzüm sirkəsinə 1 stəkan, yəni 200 ml qaynadılmış soyuq su əlavə edirəm. 2 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu qatıram və balonları ağzına kimi doldururam. Qapaq bağlayıb qaranlıq sərin yerdə saxlayıram. Təqribən 1 həftəyə hazır olur. Hazırlayan hər kəsə nuş olsun.